Lənkəran şəhərinin Raypo deyilən ərazisində sakinlərin gediş-gəlişi çətinləşib. Səbəb isə yolların bərbad olmasıdır. Sakinlər deyir ki, yağış yağan kimi qəsəbənin yollarında yaranan çuxurlar su ilə dolur ki, bu da həm nəqliyyatın, həm də piyadaların hərəkətini çətinləşdirir. Acınacaqlı vəziyyət sakinləri lap təngə gətirib. Space xəbər. Yağış yağan kimi Lənkəran şəhərinin ən böyük yaşayış massivlərindən biri olan Raypo ərazisinin yollarında gölməçələr əmələ gəlir. Sakinlər deyir ki, yerin altından keçən boruların yenisi ilə əvəzlənməsi üçün yollar qazıldı. Ondan sonra yollar bərbad vəziyyətə düşdü. Yolların yenidən bərpası üçün isə heç bir iş görülmədi. Yalnız sakinlərin şəxsi vəsaitləri hesabına yollara müəyyən təmir işləri görülüb. Bataqlıqdır, heç keçmək olmur. Uzun müddətdir biz belə əziyyət çəkirik, yollarımız palçıqdır. Uşaqları məktəbə, bağçaya aparmaya əziyyət çəkirəm. Belə laf gölməçi olur, mən uşaqları qucağıma tuturam. Mən yaşlı qadın, xəstə adam. Uşaqlar kəsə bilmir də. Maşını olanlar verir daldalı, mindirir uşaqları, kəsirdir sudan, bir də verir daldalı, yine 3-4 nəfər mindirir. Bir dənə maşın öz uşağını aparmaq üçün gələk 3 resli, 4 resli qonşuları kəsir də. Sözü gedən ərazidə yollarda yaranan problemin nə vaxt həll olunacağı ilə bağlı Lənkəran şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra başçısının müavini Şahlar İsmailov bildirdi ki, həmin ərazidə suyun yığılıb qalmasına səbəb su ötürücü kanalların kiçik həcmli, eləcə də həyət evlərinin qarşısında olan beton piltələrin aşağı olmasıdır. Həmin həyət evlərinin qabağında olan turbaların dar olması və yaxud beton piltələrin aşağı sınması nəticəsində sel zamanı dağıdılmış. Yolların asfalt örtüyünün vurulması və problemin nə vaxt aradan qaldırılacağına gəlincə, sözü gedən dediyiniz binaların qabağı ölçülmüş, plana salınmış, vəsait ayrılacağı təqdirdə həmin binaların qabağına asfalt örtüyü döşənəcəkdir. Şahlar İsmailov onda bildirdi ki, suyun məcrasının açıq qalması üçün həmin ərazidə olan su ötürücü xəndəklər nəzarətə götürülüb. Xəndəklər vaxtında təmizlənir ki, yollarda sel suları yığılıb qalmasın. Rövşən Almazoğlu, Diana Cəlali, Space xəbər, Lənkəran.